Herkese salamlayıram. Mövzumuz süd vəzi xəstəliklərinin ultrasəs müayinəsi və onun digər üsullarla kombinə istifadəsi. Süd vəzi görüntüləmə üsulları ultrasəs, mamografiya və MRT-dir. Bunu hər kəs bilir. Süd vəzinin ultrasəs müayinəsi 40 yaşdan kiçik pasientlərin ilkin müayinə metodudur. Dens süd vəzlərinin diaqnostikası, gilədən axıntı səbəbinin araşdırılması, uşaq və kişi pasientlər, hamiləlik və laktasiya periodu, aksilyar görüntüləmə, mamografiya və MR-da görülən kütlələrin xarakterinin dəyərləndirilməsində ikinci baxış, kimyoterapiya alan xəstələrin kontrolu, invaziv prosedurların icrası üçün ultrasəs əvəzolunmaz bir müayinədir. Digər bütün müayinələr kimi ultrasəsin də avantaj və dezavantajları var. Avantajları radiasiyanın olmaması, az maliyyəti, Doppler elastografiya kimi xüsusiyyətlərin olması, təkrarlana bilməsi, yüksək tezlikli problardan istifadə ilə səthi və dərin kütlələrin detallı müayinəsi, dezavantajları isə operatora bağlılığı, kiçik görüntüləmə sahəsi, halbuki bu ABUS istifadəsi ilə bu aradan qaldırılır artıq, cihaz və probdan asılılığı, mikrokalsinatların diaqnostikasında yetərsizliyi ultrasəsin dezavantajıdır. Süd vəzdə aşkarlanan tapıntıları raporlarda standartlaşdırmaq, kliniklərə daha aydın məlumat vermək üçün ACR tərəfindən hələ ən son 1993-cü il buraxılışı olan BIRAS təsnifatından istifadə olunur. BIRAS klassifikasiyadan kollegalar geniş ətraflı danışacaq deyə bu mövzuya heç bir münasibətimi bildirmədim. Sadəcə demək istəyirəm ki, ultrasəs ACR təsnifatına görə ultrasəsin mütləq qeyd etməli olduğu bəzi məqamlar var. Onun homogen dens, homogen pili, heterogen quruluşda olması, kütlələrin, kalsinatların, yanaşıq xüsusiyyətlərin və spesifik keyslərin olması bu standart ACR təsnifatına uyğun olmalıdır və bunu hər kəs bu qaydada, yəni radioloqlar bu qaydada bu işi görsə məqsədə uyğun olar. Süd vəzi xəstəliklərindən danışdıqda ilk ən sadə, bəsit kistalardan başlayaq. Bildiyimiz anaxogen tərkib, dəqiq kontur, nazik kapsula, akustik güclənmə, lateral kölgəlik, hamısı bu sadə kistalara aid bir xüsusiyyətlərdir. Mürəkkəb kistalar, hipoexogen protein tərkibinin olması, qalın divar, akustik güclənmə effekti ilə güclənmə effektinə malikdir. Komplikə kista adlandırdığımız mürəkkəb kistalar daxilində debris olması ilə galaktoseli xarakterli və abses olaraq büruzə verə bilər və bir neçə başqa variantlar da var təbii ki. Kompleks kistalar daha xərçəng yönündən şübhəli kistalar olub. Onların daxilində mütləq ki, solid komponent olur, divarları qalın olur. Şəkildə göstərdiyim, solda göstərdiyim kompleks kistanın daxilində həm komponent, həm çöküntü kütləsi var, debris izlənir. Kompleks kistanı bir pasient üzərində izah etmək qərarına gəldim. Deməli, 67 yaşlı pasient sol süd vəzdə palpable düyün şikayəti ilə mərkəzimizə daxil olmuşdu. Mamografiya müayinəsi zamanı dəqiq, hissəvina hamar konturlu, intensiv düyünlü törəmə aşkarlanıb. Ultrasəs müayinəsində daxilində vaskulyar və həmçinin patoloji xarakterli, dopplerografik göstəriciləri olan zəngin vaskulyar solid komponent kompleks kista izləndi. Patohistoloji rəy invaziv papilyar karsinoma olaraq dəyərləndirildi. İmmun barəsində məlumatlar yerləşdirmişəm. Hormon pozitiv, HER2 negativ bir törəmə idi. Deməli, kistaların bir xüsusi növü klaster kistalardan danışmaq istəyirəm. Klaster kistalar, bunlar distal şaxələnmənin ən terminal hissəsi olan terminal ductal lobulyar unitdən inkişaf etmiş kistalardır. Bunlar adətən, deməli, klaster mikrokistlər TDL-unun dilatasiyasından yaranır və premenopazal dövrdə dishormonal fonda rastımıza çıxır. Klaster mikrokistləri bu sxematik olaraq göstərmişəm. Deməli, təsvir etsək ki, mərkəzi hissədə olan terminal ductal lobulyar unitinin
ki en kəsiyinə baxsaq, burada mərkəzində axar yerləşmiş, periferik digər şaxələnmiş kiçik terminal hissələri olan mikrolobulyar oval kütlə, hansı ki 2-3 mm ölçülük kompakt kistlərdən ibarətdir. Nazik septası var və papilyar komponenti yoxdur. Belə kistlər sadə klaster mikrokistlər hesab olunur və 1/2 olaraq dəyərləndirilir. Amma klaster mikrokistlərin hamısı 1/2 kimi təəssüf ki, yəni 1/2 olmur. Məsələn, 62 yaşlı pasient kontroldə yeni yaranan klaster mikrokistə ultrasonda görünür. Dinamikada yeni olmasını nəzərə alaraq patohistoloji dəyərləndirmə tövsiyə olunur. İnvaziv duktal karsinoma mucinoz tip olaraq patohistoloji rəyə gəlir. Digər başqa bir pasient palpable epidermal kütlə şikayəti ilə tomosintez müayinəsinə gəlir. Tomosintez müayinəsində burada fibroglandulyar toxuma daxilində kiçik düzgün formalı densitə bir sahə aşkarlanır. Target USI ultrasəs icra edilir və klaster tipli mikrokistlər aşkarlanır. Sadəcə bu klaster mikrokistlərin septaları, digər saydığımız nazik septalar deyil, biraz irregulyar qalınlıqda və konturları qeyri-dəqiq olduğundan həm də yaşını nəzərə alaraq patohistoloji dəyərləndirmə aparılır və invaziv duktal karsinoma olaraq patohistoloji rəy alınır. Fibroadenomalar bildiyimiz sadə, bəsit, homogen, hamar konturlu fibroadenomalardan başqa gündəlik praktikamızda lobular, qeyri-düzgün formalı, strukturunda kobud kalsinatlar olan fibroadenomalar olaraq da tez-tez görürük. Adətən gənc pasientlərdə rastlanan xoş hadisəli törəmədir. Belə bir kes yerləşdirmək qərarına gəldim. Çünki dəfələrlə təcrübədə olur ki, fibroadenomanın strukturunda kalsinatlar var. Bundan daha doğrusu düyünün strukturunda kalsinatlar var. Bundan biopsiya götürülməlidir, şübhəlidir, 1/4-dür. Amma gəlir mamografiya olunur və kalsinat yoxdur. Bu kalsinatdırmı? Əslində bunu növbəti slaytda göstərəcəm. Deməli, biz bildiyimiz kimi sadə kistlərin akustik güclənmə effekti olur və bu akustik güclənmə effekti fonunda onun arxa divarı daha hiper olaraq görünür. Bizim növbəti əvvəlki slaytdakı o kütlələrin daxilindəki hiperexogen fokuslar məhz elə o arxa güclənmə effekti nəticəsində gördüyümüz hiperexogen fokusdur və kalsinat deyil və biraz üçdür və bunların heç bir biopsiya ehtiyacı yoxdur. Süd vəzi xəstəliklərindən danışdıqda gündəlik praktikada tez-tez qarşımıza çıxan distorsiyaları danışmamaq mümkün deyil. Bu sxematik olaraq süd vəzidə, mamografiyada və ultrasəs müayinəsində distorsiyonun görüntüsüdür. Distorsiyalar primer və sekonder olaraq iki qrupa bölünür. İltihab, duktal karsinoma in situ, radial skar, sklerozlaşan adenoz bunlar birincili distorsiyaya səbəb olan səbəblərdir. İkincili olaraq postop, məsələn əməliyyat yatağında postop skar bu distorsiya verər. İnvaziv prosedurlardan sonra, travmadan sonra da distorsiyalar görə bilərik. Ödəm. Yerləşdirdiyim bu iki şəkil baxdığımız pasientdir. Hər ikisi infiltrativ ödəmli forma süd vəzidir. Sadəcə solda gördüyümüz ödəmli infiltrativ forma xərçəng, sağdakı isə diffuz mastitdir. Diqqətlə baxsaq, xəstəliyin patomorfozunu, patogenezini nəzərə alsaq, yəni xərçəng prosesində başlanğıc hissə olaraq adətən terminal duktal lobulyar unitdən başlayır ki, yəni terminal hissədən, yəni duktal mənşəlilər təbii ki. O da daha sıxlıqla ön mamar fasciyanın arxasında olur. Bu yüzden proses ödem limfostaz səthi olaraq başlayır və ilkin olaraq portağal qabuğu simptomuna səbəb olacaq dəri dəraltı piqatı və fibroglandulyar toxumanın ön segmentində ödəm başlayır. Əksinə diffuz mastitdə isə proses parenkimanın özündə başlayır və ikincili olaraq dəri dəraltı piqatında limfostaz əlamətləri müşahidə olunur. Duktal dəyişikliklər normal duktus 3 mm qədər ölçüdə olur, düzgün, formalı, dəqiq konturlu görünür. Duktal dəyişikliklərin benim və malin xüsusiyyətləri var. Bilateral, retrariolar, duktus daxilində mayenin olması, duktusun divarının dəqiq və düzgün olması onun benim xüsusiyyətləri.
periferik yerləşmə, düzənsiz kontur, fokal dilatasiya, dilatə duktusla əlaqəli kütlə, gilədən spontan və qanlı ifrazat isə malin əlamətlərdir. Duktal dəyişikliklər, dediyim kimi, dilatasiya, intraduktal papiloma, in situ və invaziv duktal karsinoma olaraq daha çox rastımıza çıxır. Yüksək riskli papillomalar. Yüksək riskli papillomalar axarın terminal hissəsində bir kütlənin görünməsi, papillomanın duktusun şaxələnmə hissəsində daha çox müşahidə olunması və axarı öz diametrindən artıq olaraq genişləndirilməsi, yəni fokal onun genişlənməsinə səbəb olması bu yüksək riskli papilloma əlamətidir və 1/4 olaraq dəyərləndirilməsi tövsiyə olunur. Aksilyar limfa düyünləri. Deməli, aksillanın müayinəsi zamanı 3 obyektdə dəqiqləşdirməliyik. Birinci, gördüyümüz obyekt limfa düyünüdürmü? Əgər limfa düyünüdürsə, normal ya dəyişdirilmiş limfa düyünüdür. Dəyişilmişsə, iltihabi ya metastatik xarakterli limfa düyünüdür. Bu 3 aspekti mütləq dəyərləndirməliyik. Məsələn, qoyduğum şəkillərdə sol tərəfdə aksesuar süd vəzi daxilində konglomerat şəkilli ilk baxışdan limfaları xatırladan fibroadenomadır. Sağda isə spesifik iltihabi reaktiv dəyişilmiş limfa düyünüdür. Yəni patoloji deyil də iltihaba reaktiv dəyişilmiş spesifik infeksiyaya. Aksilyar limfa düyünlərinin 6 tipi var. Aksilyar limfa düyünləri ümumiyyətlə daha geniş mövzudur və bu qısa zamanda yerləşmədiyinə görə bunları 6 tip olaraq quruluşuna, hilusa nisbətinə, korteksin qalınlığına, qalınlığının formalarına görə 6 tipdə bölünür, tipləşdirilir. Süd vəzi xəstəliklərinin diaqnostikasından danışdıqda mütləq ki, postop granulomaları da dəyərləndirməyi bacarmalıyıq. Çünki onlar residivlə, yeni yaranan törəmə ilə daim səhv salına bilir. Məsələn, şəkillərdə sol tərəfdə görülən obyekt 6 ay öncə sektoral rezeksiya olmuş pasiyentin əməliyyat yatağı ətrafında olan qranulyasyon toxumadır. Sağ tərəfdə isə radikal mastektomiyadan sonra seroma fonunda daha aydın izlənən və daha düzgün, formalı və törəməyə xatırladan bir kütlə var ki, bu da granulomadır. Yəni, heç biri törəmə deyil, heç bir irəli müayinələrə falan ehtiyac yoxdur. Qosipibomalar. Qosipibomalar da diferensial diaqnozda çox vacib bir amildir. Sol tərəfdə qoyduğum şəkildə bu radikal mastektomi olmuş xəstədir. Böyük döş əzələsinin deformasiyasına səbəb olan şəkildən də görünür və körpücüyaltı nahiyə uyğun sahədə böyük bir kütlə izlənir. Bu qosipibomadır. İllərdir pasiyentin ara sıra zəif ağrıları olur, amma çox da narahatləmir deyə təkrar əməliyyata da gedmir qalıb. Sağ tərəfdəki şəkil isə bir kişi pasiyentdir. Ginekomasti səbəbi ilə əməliyyat olub. Əməliyyatdan 5 il sonra təkrarlanan mastit əlamətləri, dəridə qızartı, infiltrativ ödem müşahidə olunur. Yəni, müalicə olunur, təkrarlanır, yenə də infiltrativ əlamətlər təkrarlanır. Bu səbəblə ultrasəs müayinəsinə göndərilmiş pasiyentin əməliyyat yatağında şəkildən də görüldüyü kimi cərrahi iynə müşahidə olundu, yəni yad cisim qeyd olundu. Vaskularizasiya bildiyimiz avaskular, intranodülər, perinodülər vaskularizasiya ki, buna zaman ayırmayayım çox. Doplerografiya maliyem benin diferensiyasını, solid və kistik törəmənin diferensiyasiyası, intraduktal törəmənin diferensiyasiyası, postop pasiyentlər residivin dəyərləndirilməsi, iltihab, vaskular xəstəliklər olan arteriovenoz malformasiya, Mondor xəstəliyin diaqnostikasında əvəz olunmaz rol var. Niyə angiogenezi xarakterik Doppler göstəriciləri bunlardır? Kütləni qidalandıran 3-dən artıq damarın izlənməsi və kütləyə, törəməyə penetran daxil olması, kütlə daxili şaxələnmənin düzənsiz olması, damarların kalibrinin müxtəlifliyi, maksimal axın sürətinin 35-dən çox, 35 cm/saniyədən çox, minimal axın sürətinin izoxəttdə və ya revers olması və buna uyğun olaraq da rezistentlik indeksinin 0.8-dən yüksək olması və əlavə olaraq eyni kütlə daxilində rezistentlik indeksinin 0.2-dən çox fərqlənməsi, arteriovenoz şuntlarının izlənməsi bu neoangiogenezə xarakterik doplerografik əlamətlərdir.
Bir solid kütlə daxilində arteriya və venanın paralel olması isə bu bir mənalı belin əlamətdir. Elastografiya ultrasəsin digər bir yardımçı xüsusiyyətidir ki, funksiyasıdır deyək ki, bu ümumiyyətlə Doppler və elastografiya ultrasəsin spesifikliyini artıran yardımçı vasitələrdir. Elastografiya 2010-cu ildən istifadə edilir. Malin törəmələr, benin törəmələri və normal parenximaya nisbətən daha sərt olması xüsusiyyəti elastografiyanın əsas özülüdür. Elastografiya palpasiyanın görüntülənməsi bir üsuludur. Kobud deyilsə, B rejimlə birgə aparılır və onun spesifikliyini artıran metoddur. Elastografiya, strain, kompression və shear wave elastografiya kimi iki qrupu var. Problem, strain, kompression elastografiya, problem, manual təkrarlanan ürək döyünmə xarakterli xəfif qüvvə tətbiq edilir və bu qüvvə nəticəsində xoş, bəd kütlələrin müxtəlif reaksiya verməsinə, yəni sərtliyinə görə, ətraf toxumaya reaksiyasına görə qiymətləndirilir. Bu zaman üç əsas amilə diqqətlə yetirməliyik. Elastografiya zamanı sərtlik gördüyümüz sahənin B rejimdəki ölçüyə nisbəti, sərtlik olan hissənin ölçüsünün B rejimdəki ölçüyə nisbəti, gördüyümüz sərtliyin 5 ballı rəng skorlanması ilə qiymətləndirməliyik mütləq və sərtlik indeksini ölçməliyik. Bunların indi hamısını deyəcəm. Deməli, skor 1 yumşaq toxumalara, benin toxumalara aiddir. Skor 2 yaşıl mavi rənglənir. Yəni benin skor 3 daha çox benin xüsusiyyətdir, daha biraz mavisi çox olur. Mavi sərtlik göstərir, qırmızı isə daha yumşaq toxumaları göstərir. Skor 4 uyğun olaraq sərtliyi artır, 5-də isə malin əlamətdir. Bundan əlavə, deməli, 3 fazalı trifazik bir görüntü alınır ki, bu kistaların xarakterik bir görüntüsüdür. Məsələn, komplikə kista, bu bəzən solid və yaxud da kistik ayrımı çətinləşir. Biz elastografiyada bu funksiyadan istifadə edərək asanlıqla deyə bilərik ki, bu maye tərkiblidir və yəni irəli müayinələrə, dinamik nəzarətə, yəni qısa zaman intervallı dinamik nəzarətə gərək yoxdur. Yaxşı. Yaxşı, bunlardan da keçim mən. Shear wave elastografiya eyni kompression elastografiyanın sadəcə avtomatlaşdırılmış növüdür ki, buna görə də biz kilopaskalarla sərtliyin ölçə bilirik. Bunları da keçim, çünki bunu bir danışmaq istəyərdim ki, deməli, target ultrasəs nədir? Bəzən MRT-də və mamografiyada görülən kütlələr təkrar baxış üçün ultrasəsə yönləndirilir. Bu zaman aksentləmək istədiyim məqam budur ki, adətən MRT-lər pron pozisiyada çəkilir və bunda törəmənin lokalizasiyası fərqli olur. Biz onu ultrasonda supin pozisiyada tapa bilmirik. Ona görə onu supin pozisiyada da MRT-nin çəkilməsi, məsələn, oxlarla göstərdiyi kimi yəni, kifayət qədər yer dəyişmə görülür. Yəni, supin pozisiyada çəkilməsi bizə onu ultrasonda tapmağa böyük bir yardımcı ola bilər. Deməli, bunu məncə keçək, vaxtımız çox azdırsa. Bunu da keçək. Bundan danışmaq istəyirəm. Deməli, bir kişi pasiyenti döş qəfəsində şişkinlik şikayəti ilə klinikamıza, mərkəzimizə daxil olmuşdu. Deməli, mamografiya olunub, ultrasəs müayinə olunub, gilə-gilə arxası sahədə patologiya izlənmir. Sadəcə böyük döş əzələsindən arxada böyük bir kütlə izlənir. Ultrasonda görülən görüntü biraz çox biyopsiyadan sonra olduğuna görə biraz qarışıq strukturdur. Bu görüntüdən ibarətdir. Birinci biz aspirasiya elədik, görünən tam şəffaf maye gəldi. Sonra ondan biz trukat götürdük və cavab, yəni exnikok kistasına uyğun mikroskopik əlamətlər gəldi. Yəni bu çox nadir olduğuna görə yerləşdirmək qərarına gəldim bura. Bir pasiyenti paylaşmaq istərdim ki, bu təbii ki, bunun üçün mamografiya ultrasəsdən üstündür bunun diaqnostikasında. Mamografiyada bir neçə obyektdə mikrokalsinatlar aşkar olundu. İkinci baxış ultrasonda kütlə
Periferiyada olan yuxarı lateral kvadrantda kütlə və kütlədən axara giləyə qədər axarlarda xəfif genişlənmə və daxilində tək-tək kalsinatlar izləndi. Deməli, əməliyyat olundu. Histoloji rəyi paylaşmaq istəyirəm. Deməli, gənc pasiyentdə 39 yaşında 3 tip kanser növü aşkarlandı. İnvaziv duktal karsinoma, duktal karsinoma in situ və mutsinoz karsinoma. Başqa bir gənc pasiyent 24 yaşında sol süd vəzi mamografik görüntüsüdür. Yəni biz əməliyyata getdiyinə görə xəstə özü qərar vermişdi ki, mastektomi olsun. O yüzden bunun mamografi görüntüsünü çəkdik. Tam fərqli, dəraltı piq qatı, toxumanı əhatə eləmiş ödem infiltrasiya və kiçik kistoz boşluqlar izləndi. Yəni xəstə 3-4 il müalicədən sonra heç bir nəticə olmadığına görə bu qərarı vermişdi. Çox təəssüf ki, bu həftə 2-3 gün əvvəl gəldi və sağ süd vəzdə eyni progres başlayır yəni. Bununla da çıxışımı yekunlaşdırıram. Bu pasiyentə tam da dünən baxmışıq. Bölgədən gəlmiş bir pasiyentdir. 7-ci uşağa hamiləykən 18-19 həftəlik hamilə pasiyentin özünün 39 yaşı var. Süd vəzi bu vəziyyətdə və adam beyin əlamətləri ilə nefrolog gəzir yəni. Belə bir vəziyyətdə süd vəzi ilə bilateral aksillar limfadenopatiya, dəridə satelitlər, yəni bunu paylaşmaya bilmədim. Hamımız çox acıdıq yəni pasiyentə. Biraz vaxtı etdiyimə görə üzr sayın. Diqqətiniz üçün təşəkkür edirəm.